9 il təhsil alıb, amma yazıb oxumağı bacarmır. Bu məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent 12 jurnalında əksini tapıb. Hazırki tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi statistik materialların əks olunduğu jurnalda qeyd edilib ki, imtahan rəhbərliyinin protokoluna əsasən 9-cu sinif şagirdləri arasında 5 nəfər oxuma yazmağı bilmir. Təhsil ekspertləri hesab edirlər ki, belə hallara görə təhsil ocağının özü məsuliyyət daşıyır. Burada məktəb birmənalı şəkildə məsuliyyət daşıyır. Yəni ibtidai sinif məktəbin üzərində 5, 6, 7, 8, 9 və burada məktəb ya buna şərait yaradır ki, bu məktəbə getmir. Yəni mümkün deyil ki, bir uşaq məktəbə gələ və hərf tanımaya. Bu mən düşünürəm ki, praktikada mümkün deyil. Deməli bu uşaqlar məktəbdən yayındırılır, bilərəkdən məktəbdən uzaqlaşdırılır və yaxud da başqa proses baş verir. Ekspertin sözlərinə görə, bu xoşagəlməz vəziyyətin səbəblərinin üzə çıxarılması üçün konkret tədbirlər görülməlidir. Elm və Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin statistik göstəricilərini əsas götürüb ciddi şəkildə monitorinqlərə başlaya bilər, məktəblər yoxlanıla bilər və səbəblər üzə çıxa bilər. Hələ bu işin görünən tərəfidir. Təsəvvür edirsiniz, görünməyən o qədər belə hallar var ki, belə mənfilər var ki, ümumiyyətlə məktəblərlə bağlı kompleks tədbirlər mütləq şəkildə, ciddi şəkildə yerinə yetirilməlidir. Ən maraqlı nüanslardan biri də oxuyub yazmağı bacarmayan şagirdin 9-cu sinifə qədər necə gəlib çıxmasıdır. Bu suala cavab almaq üçün Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Lakin məsələyə münasibət bildirilmədi. Nigar Polad, Əli Cəfərov, Xəzər xəbər.